İncəsənətin rolu. İncəsənətin normal cəmiyyətdə və bizimki kimi cəmiyyətdə oynadığı rol. Onun xalqın tərəfində olması ya hökumətin tərəfində olması. Hər vaxtınız xeyir, İsmail Cəlilov, Vaşinqtondan Düz Danışaq kanalı. Bilirsinizmi, Cabir İmanovun ölümü ilə bağlı mənim fikirlərim hələ də dolaşıqdır. Amma fikirləşdim ki, mən öz fikirlərimi tamam olmasa da, tamamlanmış olmasa da sizinlə bölüşüm. Niyə? Çünki bu özü-özlüyündə bu hadisə və cəmiyyətin reaksiyası mənə çox şey göstərdi əslində. Bu mənə göstərdi ki, bizim incəsənət xadimlərimiz, yəni mən böyük ifadələrdən, böyük sözlərdən istifadə edirəm. Bu sözlər bu insanlara, sözü gedən insanlara nə dərəcədə yaraşır ya yaraşmır, özüm də bilmirəm. Bilirsiniz, ağzımdan çıxır, qulağım eşidir, amma biraz dissonans var. Bilirsiniz, xanımlar, cənablar, Azərbaycandakı rejim bütün sferalar olduğu kimi incəsənəti də, yəni ta xalqa bağlı bir, mütəmadi bir sferanı da özünə tabe edib. Tabe etmək də, bilirsiniz, biraz yanlış ifadədir özü-özlüyündə. Mən deyə bilərəm ki, incəsənət elitası, olan olmayan incəsənət elitamız, nəinki hökumətə və rejimə tabedir, ona köləlik edir, ona məddahlıq edir. Və təəssüf ki, orada işləyən, orada fəaliyyət göstərən insanlar anlamaq istəmir ki, xalqın yaddaşı uzundur və necə deyərlər, xalqın gözü tərəzidir. Bilirsiniz, Cabir İmanovun rəhmətə getməsi nəyi göstərdi şəxsən mənə? Xalqın yaddaşı yoxa çıxmır, bilirsinizmi? Mən şəxsən son dəfə Cabir İmanovla söhbətimiz 1997-ci ilə təsadüf edir. 28 il bundan əvvəl. Bu, mənim son dəfə Azərbaycanda mütəmadi olaraq yaşamağımın dövrüdür. Ondan sonra mən gəldim Amerikaya. Və mən biləndə ki, o rəhmətə gedib bir status yazdım Facebookda. Sonra üzrxahlıq istəməli oldum. Yəni, bu mənim üçün də bir qədər xoşa gəlməz hadisədir. Niyə? Mənim xəbərim yox idi ki, bu insan 2003 hadisələri zamanı, oktyabrdan söhbət gedir, bilirsiniz, xalqın son dirəndiyi zamanı yerə yıxılmış, öz qanuni etiraz etmə haqqını yerinə yetirməyə çalışan insanları polis tərəfindən dağıdıldığı zaman yerə yıxılmış insanları təpikləyirdi. Bilirsiniz, mən bu videonu görəndə çox pis oldum. Sonradan öyrəndim, bir neçə insan yazdı statuslarda ki, hətta Cabir İmanov həmin o dustaqlar tərəfindən məhkəmə zalında bilavasitə, birbaşa ittiham edilirdi ki, bu insan bizə işgəncə verib. Yəni, normal insanda bir fikir yaranır. Bu hara? Aktyor olmaq hara? Xalqın gözdəki olmaq hara? Gözdəkisi olmaq hara? Kinolarda, hansısa layihələrdə ulduz olmaq hara? Yenə də mən bu sözləri şərti istifadə edirəm. Bu da məni gətirir Azərbaycan rejiminin bu xalqı saldığı vəziyyətə. Kiminiz deyəcək ki, mən çox adioz yanaşıram, kiminiz deyəcək, mən qərəzli yanaşıram. Mən bunlara alışmışam artıq, bilirsinizmi? Məni izləyənlər bunu göstərir ki, mən nə qədər də kiminsə gözündə qərəzli olsam, kiminsə gözündə haqlıyam. Və mən heç kimin rəğbətini, heç kimin sevgisini, heç kimin səsini qazanmaq istəmirəm. Ona görə ürəyimdən keçənləri deyirəm sizə, xanımlar, cənablar. Yanılıramsa, deməli mən yanıldığıma doğrudan da inanıram. Sonradan görürəmsə ki, yanılıram, mən üzr istəyirəm. Yəni, burada heç bir pis şey yoxdur. Amma indiyə olan mənim anlayışım belədir. Normal ölkələrdə incəsənət dövlətdən, rejimdən, aparatdan, hökumətdən, iqtidar partiyasından ayrı fəaliyyət göstərir, öz aləmi var
Və incəsənət aləmi olsun rəssamlar, olsun aktyorlar, olsun müğənnilər, olsun yəni istədiyiniz, ağlınıza gələn yazıçılar, yazarlar mütləq, şairlər mütləq. Onlar öz rolunu, cəmiyyətdəki rolunu anlayırlar. Bunlar cəmiyyətin vicdanıdır, bunlar cəmiyyətin səsidir, bunlar cəmiyyətin estetik anlayışıdır, bunlar cəmiyyətin irəliyə baxan gözləridir, lokomotividir, irəliyə aparan qüvvədir. Baxırıq Azərbaycana və Azərbaycan yəqin ki, nümunə götürdüyü Rusiyaya. Bunlar dövlətin narrativlərini tərifləyən, dövlətin narrativlərinə haqq qazandıran, cəmaatı, bizi, ictimaiyyəti, cəmiyyəti, xalqı tamamilə kənara atıb, sırf hökumətə xidmət göstərən insanlardır. Yenə də qayıdıram o fikrimə. Cabir İmanovun ölümündən sonraki bu dalğa ki, mən internetdə gördüm, Facebookda gördüm və öz yanaşmamı yenidən gözdən keçirməyə məcbur oldum. Yəni, mənim vicdanım icazə vermədi, mən o statusu sildim. Sildim və əvəzinə yeni bir status yazdım, üzrxahlıq elədim. İşgəncə verilən insanların yanındayım həmişə. Bu mənim, yəni içimdən gələn vicdanımın səsidir. Sual budur, incəsənətimiz hardadır? Sual budur, bir tərəfdən insanları döyən, əli qolu bağlanmış adamlara işgəncə verən, digər tərəfdən xalqın rəğbətini niyə qazanır ki? Bu xalq hara baxır? Qərəzli olmayayım deyə çox insan bunu bilmirdi. Çoxu insan indi öyrənir bütün bunları. Ki Cabir İmanov doğrudan kim idi? Bunun iki siması var idi bu insanın. Ətrafıma baxıram, kimləri görürəm. Yəni, sırf bu kanaldan və İsmail Cəlilov ictimai şəxs, İsmail Cəlilov jurnalist kimi kimlərlə üz-üzə gəlib? İncəsənət aləmindən, incəsənət elitasından və böyük sözlərdən istifadə etsək, incəsənət xadimlərindən. Tamam da, Rasim Balayev adam deyib ki, mənim kimi insanları təcrid etmək lazımdır. Biz xəstəyik, bizə cəmiyyətdə yer yoxdur. Tamam. Oldu Kinematografiya Şurasının başçısı, mən belə anladım. Heç oxumaq da istəmirəm kim oldu, amma yüksəltdilər. Eldəniz Quliyev, senarist, iyrənc bir şey yazmışdı mənim haqqımda, mənim anama olan sevgimin haqqında. Yəni, dilə gətirməyi də istəmirəm. İyrənc bir yazı idi. Əminəm ki, yadınızdadır. O da bir kənara. İndi də Cabir İmanov, cəmaata işgəncə verən bir kəs. Bizi güldürən, təlxeyli eləyən KVN çərçivəsində, bəli, yəni mən onu belə bir, yəni bunun zərəri olmaz kimi yanaşırdım. Amma öyrənəndən sonraki bu adı və görəndən sonraki bu adam yıxılmış insanları təpikləyir, mənim fikrim tamamilə dəyişdi. İncəsənət aləminin səviyyəsi nədir axı? Bu bizim xalqımızın səviyyəsini göstərirmi? Bu bizim xalqımızın içində olan nəciblik, estetika, gözəllik, nə bilim sizə, nə deyim sizə, romantiklik standartlarını əks etdirirmi indiki incəsənət elitamız bizim? Kimlərdir onlar? Mən onları alçaltmaq üçün demirəm, yenə də deyirəm, sadəcə çatışmazlıqları vurğulamaq istəyirəm. Sadəcə demək istəyirəm ki, dünya səviyyəsində kimimiz var, dünya səviyyəsinə çıxarılacaq kimimiz var bizim axı. Və bu doğrudan da bizim xalqımızın indiki səviyyəsini, indiki potensialını əks etdirirmi? Mən inanmıram. Onda sual yaranır, bu insanları kim irəliyə çəkir? Mehriban Əliyeva niyə görə, nəyə görə bu insana 3 dildə rəhmət oxuyur? Mən bilmirdim, qələt eləmişəm, üzr istəyirəm. O ki birinci ledidir, o ki, yəni onun bilmədiyi bir məsələ varmı Azərbaycanda? Bilirdi ki, bu adam bu insanları döyüb. Bilirdi ki, bu adam bu insanlara işgəncə verib. Yəni bilməmiş olmaz. Bu nə mesaj göndərir bizim xalqa? Ki, hə, insanlara işgəncə verən adama məndən rəhmət diləmək düşür. Yəni mən bu mesajı başqa cür oxumaq istərdim, amma yəni ağlım çatmır. Başqa bir mesaj, başqa bir niyyət,
Başqa bir məram görmürəm bunda. Uzun sözün qısası bizim rejim özünə uyğun bir elita yetişdirir. Bu elita görməlidir ki və anlamalıdır ki, onun, yenə də üzümü yazarlara tutaraq, üzümü aktyorlara tutaraq, özümü müğənnilərə tutaraq deyirəm. Siz bu xalqın simasısınız, siz bu xalqın səsisiz, siz bu xalqın irəliyə baxan gözlərisiz. Siz seçim qarşısında olmalısınız, sizin vicdanınız varsa. Bu seçim xalqla rejimə xidmət eləmək, rejimə təlxəli eləmək, rejimə köləlik eləmək, məddahlıq eləmək arasında bir seçimdir. Bu rejim gələcək və gedəcək. Zamanı hər şeyin bir müddəti var, hər şeyin bir əcəli var. Bu rejimin də öz əcəli gələcək zamanında. Lakin siz bu xalqın yaddaşında yaxşı qalmaq istəyirsinizsə, öz yaradıcılığınızla qalmaq istəyirsinizsə, Cabir İmanovun ölümündən sonraki xalqın nifrəti qulağınıza sırğa olsun, xanımlar, cənablar. Mən yuxarıdan aşağıya danışmıram. Mən uzaqda oturub bu xalqı alçaltmaq üçün bunu demirəm. Mən də istəyirəm ki, mənim ölkəmdə, mənim xalqımda dünya səviyyəsinə çatacaq xadimlər olsun. Amma bu yol adamın öz vicdanından gedir. Bu məqsədə çatmaq adamın xalqın yanında durmasından başlayır. Əməkdar artist, nə bilim, nə idi? Biri əməkdardır, biri nəysə. Bilirsiniz, bunlar o qədər sovet klişələridir ki, mən bununla böyümüşəm. 52 yaşım var. İndiki cavanlar bununla böyüməli deyil. Deyil. Ümid eləyirəm ki, biriniz ikiniz məni eşidər. Təşəkkür.